Sadece bu yollar değil, bu da tabii ki İranın elindeki bıçaklardan birisidir. Bilirsiniz ki Körfez ülkelerinin demək olar ki, tamamının əhəmiyyətli içməli su ehtiyacı dəniz suyunun duzdan arındırılmasıyla təmin edilir. Bu bağlamda bir 60-70 kritik müəssisələr, zavodlar var ki, bunlar toplamda bütün Körfəz ölkələrinin, məsələn, Qətərdə hardasa 99%, Umman'da, Küveytdə 90%, yəni Səudi Ərəbistan ən az Səudi Ərəbistandadır. Burada 70% su ehtiyacı dəniz suyunun arındırılmasıyla başlayır. Bu nə qədər kritik bir məsələ olduğunu açıq şəkildə görə bilirik. Yəni bir 50-60 müəssisənin sıradan çıxarılması qarşı həmlə ilə, yəni əgər İranın yer üzündən sivilizasiyasının silinməsi ilə bağlı Trampın hədələrini ciddiyə alsaq, mədəniyyətin yox edilməsi, burada təbii ki, söhbət binalardan, infrastrukturlardan gedir. Bu əlbəttə böyük bir deməli beynəlxalq hüquq çərçivəsində müharibə cinayətidir. Əslində mülki əhalinin hədəf alınması, mülki obyektlərin hədəf alınması. Bunun qarşılığında da İran da açıq və birmənalı şəkildə bəyan edir ki, o da Körfəz ölkələrini qaranlığa gömə bilər və eyni zamanda əlindəki ən əsaslı stratejik həmlələrdən olan su, kritik bir belə deyək də həmlə olan su müəssisələrinin hədəf alınması, su arıtma tesislərinin hədəf alınması və növbəti bir məsələ olaraq da bilirsiniz, bugün İran tərəfindən bəyanat verildi ki, diplomatik təmaslar dayandırıldı, çünki bir nəticə yoxdur. Amerikanın tələblərini qəbul etmək mümkün deyil. Düzdür, indi son saatlarda Amerikadan daha ümidverici bir tələb, açıqlama ortaya qoyuldu. Bu diplomatik gərginlik fonunda danışıqlar da həm də hərbi gərginlik fonunda davam edir. İran Babül Məndəb əlində daha önəmli olan deməli bıçaqlardan birisini də masaya qoydu. O da əgər İrana qarşı həyati hücumlar, yəni dağıdıcı kataklizmlər baş verərsə, yəni bu dediyimiz bu qaranlığa gömmə, İranı daş dövrünə geri göndərmə, bu təbii Trump'ın ritorikasıdır. Bu olarsa İran da növbəti bir, yəni dünya ticarəti, xüsusilə neft ticarəti baxımından mühüm stratejik obyekt, stratejik güzərgah olan Babül Məndəb yolunun da Husilər vasitəsilə müttəfiqi olan Yəməndəki Husilər vasitəsilə bağlaya biləcəyini bəyan elədi. Yəni bu əslində müqayisə eləsək təbii ki, Amerika-İsrail tandemi ilə İranın hərbi gücünü, milli güc parametrlərini təbii ki, İranın İsrail-Amerika tandemi ilə bu hərbi münaqişəni uzun müddətdə davam etdirmə imkanları çox zəifdir, amma siz geosiyasi istiqamətlərindən danışdınız. İran müqavimətinin mətbəxində Çinin yer aldığını, yəni bu Xəzər dənizi üzərindən ard-arda gələn gəmilərin, yəni İran sahillərinə yanaşan, İrana yük gətirən gəmilərin aydın bir məsələdir ki, həm Rusiyadan, həm Çindən, məsələn, 800-ə yaxın ballistik raketlər üçün ehtiyac duyulan kritik hissələrin Çindən İrana göndərildiyi, təmin edildiyi, siz kosmos məlumatlarından, konumlama sistemlərindən, GPS, ondan sonra yüksək kəşfiyyat məlumatlarının kosmos üzərindən təmin edilməsindən bəhs elədiniz xəbərlərdə. Bunlar da məsələnin geosiyasi baxımdan nə qədər geniş çevrəni əhatə etdiyini, əslində yeni dünya nizamının quruculuğu prosesinin içində gedən bir güc mübarizəsi olduğunu İran məsələsini də ortaya qoyur. Bu bağlamda çox həddindən artıq əgər nəzarətdən çıxarsa müharibə, hələ ki müəyyən dərəcədə yəni çox dağıdıcı olmaması, çox yəni Amerika-İsrail tandemi İranın sinir uçlarını vuraraq əslində müqavimətini psixolojik olaraq qırmağa çalışır və Amerikanın ortada olan tələblərini qəbul etmələrinə çalışır, amma Çox özür istəyirəm. Siz bu məsələyə toxundunuz. Yeri gəlmişkən İran rəsmilərindən də bununla bağlı bir açıqlama var. Onu diqqətinizə çatdırım ki, söhbət nədən gedir? Müharibə alovu Qırmızı dənizə və Bab-el-Məndəbə çatanda və qlobal iqtisadiyyat bloklananda onlar İran evlərini müvəqqəti olaraq qaraltmağın bədəlinin Qərb iqtisadiyyatının qaranlığı olduğunu başa düşəcəklər. Qərbə mesajlandı. Və Qərbdən hansı reaksiya gəlir? Qərb sadəcə prosesləri izləyir, düzdür, Birləşmiş Ştatlara dəstək vermir. Bəs indiki mərhələdə artıq onlar təhdid altındadır. O zaman hansı addıma keçəcəklər?
Bilirsiniz Cəlal xanım, o qədər mürəkkəb münasibətlər sistemi var ki, istər Amerika, Avropa İttifaqı, NATO çərçivəsində, istər Avropanın İngiltərənin başını çəkdiyi, əslində İngiltərədən daha çox danışmaq burada mümkündür. Mövcud vəziyyətdən Rusiyanın daha qazançlı çıxmaması üçün Ukrayna üzərindən etdiyi həmlələr, Qaradəniz və ümumiyyətlə Rusiyanın son günlər neft ayırma müəssisələrinin hədəf alınması, intensiv şəkildə hədəf alınması, yəni bilirsiniz, Trump dünyadakı neft qiymətlərini aşağı salmaq üçün Rusiya nefti üzərindəki yaptırımları, sanksiyaları bir şəkildə ortadan qaldırdı və İran nefti ilə də bağlı. Bundan Rusiya faydalanmasın deyə, yəni İran müharibəsindən Rusiya iqtisadi cəhətdən dividend əldə etməsin deyə və Rusiyanı da görürsünüz, burada da Avropa İttifaqı, hər halda Ukrayna bunu öz başına etmir, başqa bir həmlə həyata keçirir. Avropanın bu bağlamda əgər kritik, yəni Bab-el-Məndəb boğazının da bağlanması, daha doğrusu yolunun da bağlanması ilə birlikdə bu iqtisadi dünyanı əhatə edən bir böhran, inflyasiyanın dərinləşməsi, müxtəlif sahələrə yayıla biləcək problemlər qarşısında yəqin ki, Amerika, Avropa bağlamında da, müstəvisində də yeni məsləhətləşmələr və yeni qərarlar qəbul edəcək. Buna təbii ki, Amerika və Avropa razı olmayacaq ki, bunlar bağlansın və dünya daha böyük problemlərlə, xüsusilə nəzərə alsaq ki, bugün Amerikanın qlobal hegemoniyasının əsas paradigmalarından birisi olan petrodolar, yəni dünya bazarlarında petrol xüsusilə ərəb ölkələrinin neftinin satışı və onun dollar üzərindən Amerikanın beynəlxalq qərbin maliyyə mərkəzlərində tutulması, bu da təhdid altına düşəcək, təhlükə altına düşəcək. Çünki nəzərə alsaq ki, Hürmüz boğazında artıq İran yuanla, yəni həm tranzit keçidlərə yuan üzərindən, həm də ödəmə sistemlərini yuan üzərindən etməyə cəhd edir. Yəni bu da məsələnin nə qədər əslində mürəkkəb münasibətlər zəminində olduğunu göstərir. Yəni çalışılan odur ki, bu çox nəzarətdən çıxmadan, çox daha geniş coğrafiyaları, regional müharibə müstəvisinə gəlmədən, yəni ərəb ölkələrində bu, əgər belə bir hücum olarsa, Sudan danışdıq. Bu təbii ki, onlar qarşılıq verəcəklər və bu qarşılıq İranı ümumiyyətlə çox daha böyük fəlakətlərə gətirib çıxarda bilər. Çünki bu ölkələrin güclü orduları olmasa da əllərində çox güclü Amerika silahları var və o silahlardan da hər halda İrana qarşı istifadə edəcəklər. Bu regional bir müharibə Türkiyənin başından bəri ərəb ölkələrinə stratejik səbr təlqin elədiyini və İrana da Körfəz ölkələrinin mülki obyektlərini vurmamağa məsləhət gördüyünü də düşünürsək, yəni İsrailin də burada maraqlı olduğunu, əslində ərəb ölkələri ilə İranın qarşı-qarşıya gətirilməsi, müharibənin dərinləşdirilməsi və hətta bura məzhəbi faktorları da diqqətə alsaq, elə İslam dünyasının bir-biri ilə müharibə apararaq, mübarizə apararaq bir-birini yıpratması, deyək ki, belə deyək də, daha böyük fəlakətlərlə üz-üzə qoyması da İsrailin siyasəti baxımından arzulanan hədəflərdən birisidir. Yəni burada da belə bir çətin bir şərait olduğunu qeyd etmək lazım. Çox təşəkkür edirəm Telman bəy ətraflı şərhiniz üçün.